İnvestisiya etməyə başlamazdan əvvəl bilməli olduğunuz bəzi vacib məqamlar var. Bu addımları izləmək uğurlu investisiya yolu üçün əsasdır. Başlamazdan əvvəl nəzərə almalı olduğunuz 5 vacib məqam. 1. Maliyyə vəziyyətinizi qiymətləndirin. İnvestisiya etməzdən əvvəl öz maliyyə vəziyyətinizi dəqiq analiz edin. Borclarınız varmı? Təcili ehtiyac fondu yaratmısınızmı? İstədiyiniz investisiya üçün kifayət qədər maliyyə resursunuz olmalıdır. 2. Məqsəd və strategiyanızı müəyyənləşdirin. Niyə investisiya etmək istəyirsiniz? Gəlir əldə etmək, təqaüdə çıxmaq və ya kapitalınızı artırmaq. Məqsədinizi bilmək düzgün investisiya strategiyasını seçməyinizə kömək edəcək. 3. Riski qəbul etmək səviyyənizi anlayın. Hər investisiya müəyyən risklər daşıyır. Riskə nə qədər dözümlü olduğunuz və hansı növ investisiyaları sizə uyğun olduğunu müəyyənləşdirin. Bəzi investisiyalar daha sabit olsa da, digərləri yüksək gəlir və eyni zamanda yüksək risk təklif edir. 4. Bazar haqqında təsir alın. İnvestisiya etməzdən əvvəl bazarları və investisiya növlərini başa düşməlisiniz. Səhmlər, istiqrazlar, daşınmaz əmlak və digər aktivlər barədə məlumatlı olun. İnvestisiya etmədən əvvəl araşdırma aparmaq çox vacibdir. 5. Kiçik başlayın və diversifikasiya edin. İnvestisiya dünyasına yeni girirsinizsə, başlanğıcda kiçik məbləğlərlə başlayın. Portfelinizi diversifikasiya edin, yəni bütün növ pullarınızı eyni növ investisiyaya qoymayın. Bu risklərinizi azaldır. İnvestisiya etməzdən başlamazdan əvvəl bu addımları etmək özünüzə uğurlu və təhlükəsiz yol quracaqsınız. Hamınıza uğurlu investisiyalar.